Vaxtından əvvəl qayıdır. İndi hardadır? Moskva, Kazan. Nə fərqi var? Vaxtımız var. Mən gitməliyəm. Nə vaxt görüşürük? 4-5 günə. Zəng eləyərəm.
Hala. Hala. Gel buraya görün. Gel. Sana sor şurada. Bizim en yaxşı ustamızdır. Gözü ilə gördüyü kimi həkk eləyir. Bələnçini ürəkdən işləyir, başa düşdü. İndi özünüz danışın, halallaşın. Sen böyle ressamsan yoksa heykeltıraş. Elma o qara var, Ha. bu ətrafı da mərmər. Aha. Və onu da mərmər. Əgər istəsəz elə də eləmək var. Sonra bu qırmızı. Qırmızı mərmərdən gəldiyimiz də var. Onu. Ha, o tipdə də eləmək. İndi baxaq bir qərar vermək olar da. Anamdır. İlk işimdir. Onda hələ birinci kursda oxuyurdum. Elə görünür. O girəcəkdəki maraqlıydı ya. O kırmızı mermerden olan eləmi? Ben de gören kim onu tuttum. Yaxşı idi. Bələş bilirsən nə var? Bizdə iki tərəfli başdaş lazımdır. Kırmızı olsun. Şəkili belə adam boyu işləyərsən, yanında da Mercedes. Bax o şəkildəki kimi. Üst tərəfdə də belə sinədən yuxarı, amma Svetnoy. Svetnoy işləyə bilərsən, Hə, əlbəttə. ha? Ay sağ ol. Müəllim, bu Mercedes sat biraz bayaq olmaz. Nə qədər istəyirsən pulumuz var. Nə desən onu verəcəyik də. Yox, mən ona görə demirəm ki, yəni deyirəm artıq şey nəyə lazımdır, israfçılıq olmasın da. Bəlkə elə sadə qara mərmərdən eləyək, qəşəng səliqəli, ya da istəsəz qırmızı ilə də eləyək, amma Mercedessiz də, hə? Bizi niyə incidirsən, ha? Sənə nə deyirlər, onu da elə də. Bacararsan yoxsa yox, onu de bizə. Problem deyil. Onda siz mənə bir dənə də əlavə şəkil verərsiniz ki, mən onu şey eləyəcəm də, üzdüyü üçün, fərq olsun. Ay sağ ol. Bax onu yaxşı dedin. Fərq olsun. Hə, bizim atamız elə belə kişilərdən olmuyor. Adlı sanlı, yeyib içən, xətir hörmətli kişilərdən olub. Buna indi dost düşman gəlib baxacaq. Qoy kişinin o dünyada baş aşağı olmasın. Hə, çıxart bunun behini ver. Ala gözlü, şirin sözlü, al yanaklı, güzel yar. Alan gözlüm, şirin sözlüm, al yanaklı, güzel yar. Her gün sizi Ben sana derdinlerden danışıram, sen bana demin derdin ya vallahi. Ben de sana muhtaç düzeldir ha. Sen de bana itibari söhbetler girsin. Dedilerimin hamısı kabusnameden dolu. Çok düzelttiğimde bak. Ben her şeyden ilham alabilirim. Ben buna artık bir metodoloji kimi artık bunu hazırlamışım. Kimse hatta bir obyektdən, bir məfhumdan ilham alabilmək, bir şeydən. Amma mən çox şeydən ilham alabilirim. Bence sen ondan daha istedadlısın. Negativ ola bilər hadisələr, o səbəb. Bəzən ilham deyil, amma hər hansısa bir Onda niyə o mənim yox, mən onun sərgisindəyim? Yaşamağı bacarır, yaxşı əlaqələri var. Hər birdəki insanların nə istədiyini çox yaxşı bilir. Öz olmağa çalışmır. çoxlu faktorlar var. Kimsə, məsələn, mən layihə İnsan necə öz olmaya bilər ki? istərdim. Başqalarından fərqli olaraq mən özümü motivasiya edirəm. İlhamlanmaq, hər şeydən ilham almaq, hətta o şeydə ki, bəlkə də kimsə ümumiyyətlə, yəni çox negativ bir şey kimi görür. Negativin özündən də ilham almaq olur əslində.